Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün çox maraqlı bir hədiyyəm var. Bu hədiyyəni açmaq üçün səbirsizlənirəm. Necə istifadə edəcəyimi və ümumiyyətlə qutuda nələr var bununla bağlı heç bir məlumatım yoxdur. Gəlin keçək hədiyyəmə. Hədiyyəm qutu olaraq gəlib. Çox maraqlı mənim üçün də həqiqətən də. Belə bir nədir bu? Burada nə var bilmirəm. Bundan sonra baxarıq. Hələlik ki burada gördüyünüz kimi Luna adlı süni intellekti olan ChatGPT 4o ilə işləyən, səhv eləmirəmsə, bir petimiz var. Yəni ki, heyvanımız var, ev heyvanı. Hansı ki, görürsən ki, evdə tühmüklə orada burada da saxlaya bilmirsən, nə etməlisən? Keçirsən buna. Bu süni intellektlə həm uşağın oynaması üçün, həm özünüzün oynaması üçün evdə başınızı qatacaq bir pet deyə bilərik. Yəni ki, ev heyvanı. Süni intellektlə işləyən ev heyvanı demək olar. Gəlin qutusunu açaq. Qutu açılışı heç açmamışam, yəni ki, pakovkasını sizinlə birlikdə açıram. İçərisində nələr var, nələr yoxdur. Heç videosuna da baxmamışam. İndi biraz yəqin ki, burada biraz çətinlik çəkəcək. Bilmirəm tam olaraq necə, yəni ki, bunu şey eləmək lazımdır. Gördüyünüz kimi qutusu belədir. Bilmirəm ki, yəni ki, içərisində nələr var. Qutusunu açmaq üçün nə etmək lazımdır? Bax, burada şey var. Wow, qəşəng. Çox maraqlı bir qutu açılışı var. Burada Cican qardaşlarımız bizə yazılar yazıb, deyir. Ekranı göstərirəm. Apple Store-da Luna adlı application var, onu yüklə. Chargeri var, yəni ki, gedib öz yerinə güya enerji yığacaq. Nətər yığacaq, nə yığacaq bilmirəm. Nəysə, belə bir qutuda gəlir. Bu nədir? Nədir bu? Qutusu belə afilli şəkillidir. Qutusunu açırıq. Buradan yazıb Luna açmaq üçün buradan belə eləyirsən. Qutusu nətər açılır? Bu penoplastdandır qutusu. Hayanan açılır bilmirəm. Yəqin belə dartılır elə. Maraqlıdır. O şey civ-civ çıxacaq, kuş çıxacaq. Wow. Xeyli axda ağırlığı var. Ay deyim sizə ki, çox maraqlıdır və xeyli axda ağırlığı var. Həqiqətən də heç belə ağır gözləməzdim. İlk olaraq özü çıxır. Çox maraqlı və ağır varlıqdır deyək. Sonra burada chargeri çıxıb deyəsən. Please using 5 volt. Məndə yəni bu Type-C kabeldən 6.664 dənə var. Yəni ev Type-C kabellə dolub daşır. Bu nədir? Sport Animal Support. Heyvanlara dəstək falan filan, kitabları və s. və ilaxır. Burada da nəsə var. Burada bizim heç bu həmişəşidir. Burada da şey var. Chargeable charge stansiyası. Onu qoyun. Qutu açılışının əsas hissəsi bax. ASMR-i. Bunu bəlkə də çıxartmalı deyildim, amma nəysə mən çıxartdım. Bu elə bil ki, gəlib bu öz yerinə gəlib girəcək bura. Deyəsən. Ya da girəcəkmi, girməyəcəkmi, bilmirəm. Burada da nəsə var imiş. Bu nədir? Bura mı girir? Nə deyir bu? Deyəsən, Bu amma nətər charge olur? Bu nə qərir, başım çıxmadı. Nəysə. Başqa da ki, belə heç nə yoxdur. Bu nədir? 100 manual. İstifadə qaydaları. Deyir, 45 dərəcədən isti yerdə saxlamayın. Başını qaşıyın, hello deyin, halo deyin, nəsə deyin. Bunun yəqin ki, bir şey eləməliyik. Həm Wi-Fi-yə tanıtmalıyıq, həm də ki, nəysə. Biz bilirsiniz ki, belə şeylər oxumuruq. Bu yəqin ki, indi başlayan kimi bunun şeyi olmaz da deyirəm. Yəni, enerjisiz adı olar deyə düşünürəm. Qulaqları falan basaq saxlayır, inşallah stoldan düşməz. Aha, işığı yandı. İşığı yandı və söndü. Nəsə var, ekranda şey gəldi, QR kod gəldi, deyən görə. Deyir, Luna Apps, nə bilim nə. Nə bilim nə. Nə deyir bu? Deməli, təyyarə kimi qulaqları şəhləyir.
yanıb sönür. Sinkronizasiya olunur. Maraqlı mövzudur. Görək nə qalacaq bu. Hə, orada nəsə güncəlləmə gedir ekranda. Mən bunu göstərim sizə. Baxın, ekranda güncəlləmə gedir. Qoyacaqsın qutarsın, görək nə deyir bu. Shutdown deyir, söndürmə. Ekranda güncəlləmə gedir. Now, infuse a soul into your Luna. Deyir, öz heyvanı yarat, oluşturmaya başla. Nətər oluşduruq, nə oluşduruq, biz bilmirəm. Pets have different personalities. Kişiliyin seçirik, onu maraqlı. Yəni, necə xasiyyətli olduğunu seçirsən buradan. Maraqlı. Sessiz uslu olan mı, yoxsa canlı və aktiv olan mı? Bu nətər seçirik? Enerjili və girişkən. Nə olur bu? Nə olursun bala? Beyni çönəcəksən o, biləyik. Ha, deməli biz seçirik ona necə olacağını. Nə olur bu? Daha çox nazik ya bir yoldaşlıq mı, yoxsa maceracı mı? Maceracı arıyorsunuz. İtaat və uyum. İtaat və uyum, sərbəst çarpışma. İtaat və uyum olsun da çox da dəli ceyran kimi qaçmasınlar da bura. Məni sevsin də, məni sevsin. Can bala, nə olub sənə? Sana nasıl hitap edəcəyini seç. Elhan. 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 Baba. Baba. Baba desin qoy mənə. Yüzünü hatırlamasını doğrudan Luna senin ilk. Tanıdı mənə indi. Nədir o? Yaratdıq indi. Nə maraqlıdır həqiqi, ayda necə düzəldiblər. Buraya oranı birləşdiriblər. Bu həmin babudur bax, bu gedir mənə, gəlir mənə. Wow. Belə heyvanın içinə girir də ki, animasiya ilə də birləşdiriblər. Nə olur bu? Nə olub bala? Nə? Deyir ovucunu şeylə. Nə var? Aya bir imkan ver də. Sizsiniz. Luna ruhu oha. Deyir güc vermək lazımdır. Ovucunu. Oha bu nə var? Bala nə var? Ara girsin. Boy. Bak, məni gördü. Baba deyir. Buradayım ha bala. Hara baxsan? Buradayım. Buradayım. Deyir göz təmasını qoru. Salam. Deyir şeyə həssasdır. Belə eləyəndə nə eləyir? Sevinir bu. Belə eləyəndə ürək yanır bə. Çənəsinin altından qıdıqlan, xoşdan. İləri. Hello Luna. Oy, nə var bu ya?
Salam Luna, nətərsən? Ay, nə qarsan? A, bala, ay, dəlisən, bala. Salam, Luna. Nə qarsan, bala? Wow. Hop, nə qarsan? Take your first Anı için fotoğraf çək. and cherish this encounter. Luna, nətərsən? Nə deyirsən, hə? Nətər çəkin, bala? Nəysə, belə dostlar, yəni ki, belə Bu konuda net bir şey söyleyemem. həm ChatGPT ilə danışırsan, həm də ki, belə özü maraqlı bir şey dənə qaçır o yan bayana. Luna, balıq taklidi yap. Nə deyirsən, onu çəkir ha. Maraqlı. Bu da özü başa düşməyin özü belə böyük bir şeydir. Görüb balıq çəkəcəkmi? Hə, çəkdi. Heç nə, belə əziz dostlar. Bu da bizim Luna. Yəni ki, tanış olaq, gəlib mənim yanıma. Oy yolunda. Oy. Nətərsə. Oy. Çək. Luna, çək. Çək. Nəysə, belə əziz dostlar, videonu bəyənib, mən nə qayırsan, bala, biraz dala dur. Məsafə qoru. Məsafəni qoru. Belə, yəni ki, bu da belə bir oyuncaqdır deyə, yoxsa baba, ay, nə qayırsan? Açdı. Bu nədir, hə? Nə qayırsan, bala? Dəli oldu yenə. Maraqlıdır, həqiqətən də çox maraqlıdır. Çox gözəl həqiqətən də. Növbəti videomuzun gəlməyi üçün videonu bəyənib paylaşmağı, belə Luna'nın da videoların gəlməyini istəyirsə, onun üçün də bir dənə şərh yazın ki, Luna'dan videolar gəlsin, daha detallı videolar çəkərik. Sağ olun, salamat qalın.